Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrafil enbiyai ve seyyidil murselin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri ve hlul uqdeten min lisani yefqahu qavli emma ba'd. Muhterem kardeşler, Allah'ın izniyle Fiqhul Muyassar kitabını devam edirik. Bu dəfəki fəslimiz, növbəti fəsil Mə yukrahu fis-salah, namazda məkruh olan əməllər. Hansı ki, bəyənilməyən əməllər. İnsan onu tərk edərsə, məkruh nədir? Əgər tərk edərsə, savab qazanar. Və la yu'aqabu fa'iluhu. Edən isə aqibət görməz. Yəni, hansı ki, gözəldir ki, insan onları tərk etsin, namazda etməsin. Birincisi, möhtərəm qardaşlar, və mühüm fəsildir və görürsən, bir çox insanlar, bir çox namaz qılanlar bu məsələlərə diqqət etmirlər. Birincisi, əl-iqtisaru aləl-fətihəti fir-rəkəəteynil uləyeyn. Namaz qılarkən, fərz namazı qılarkən və ümumən namaz qılarkən yalnız Fatihə surəsini oxumaq. Fatihəni oxuyur, bəzi insanlar görürsən, növbəti surəyə keçmirlər. Bilirik ki, Fatihə surəsindən sonra hansısa bir surə oxumaq sünnətdir. Və beləliklə, ikun li muxalifəti zəlikə li sünnəti ən-nəbiyyi sallallahu aleyhi və səlləm. Belə etməklə Allah Resulü sallallahu aleyhi və səlləmin sünnəsinə müxalif olmuş olarıq. Ona görə də məkruh sayılır, sünnəyə müxalif əməl sayılır. Fatihə oxumalıyıq. Fatihə bilirik ki, vacibdir, rükündür. Ancaq ondan sonra da bir surə oxumaq sünnətdir, müstəhəbdir. Və çalışmalıyıq ki, tərk etməyək. Bəli, tərk etsək, günah qazanmırıq. Namazımız səhihdir, ancaq sünnəyə müxalifdir. İkincisi, möhtərəm qardaşlar, təkrarul Fatihə. Fatihə surəsini təkrar oxumaq. Bu nə deməkdir? Görürsən ki, bəzi insanlar Fatihəni oxuyur və yenidən təkrarlayır. Bəzən imamlarda da olur bu hal. Oxuyur və yenidən təkrar oxuyur bir daha. Bu da Allah Resulü sallallahu aleyhi və səlləmin sünnəsinə müxalifdir. Çünki sünnədə onu bir dəfə və düzgün şəkildə oxumaq gəlib. Və insan təkrar oxumaq. Bəzən görürsən, bu ayətlərdə də baş verir ki, təkrar ayətləri təkrarlamaq. Ola bilər, insan hansısa bir məqamda bir dəfə qayıda bilər. Ancaq bunu adət halına gətirmək bəyənilməyən bir haldır namazda. Məsələn, əgər təkrarlayarsa ki, xuşusu yerinə gəlsin, onda olar, səbəb var. Ancaq görürsən, insan səbəbsiz yerə təkrar oxuyur, bu bəyənilmir. Sonra, möhtərəm qardaşlar, üçüncüsü, namazda az çevrilmək və yaxud çevrilib iltifatul yesir, ehtiyacsız, yəni səbəbdən çevrilmək, sağa, sola, hansısa bir tərəfə. Allah Resulü sallallahu aleyhi və səlləmdən soruşulduqda Hinə suilə ən iltifati fis-salah, namazda çevrilmək haqqında buyurdu ki, huvə ixtilasun yaxtelisuhu şeytanu min salatil abdi. O deyir, ixtilasdır, yəni şeytan onun namazından uğramaq istəyir, pay götürmək istəyir. Onun namazının savablarını azaltmaq istəyir. Ona görə səbəbsiz yerə, ehtiyacsız yerə çevrilmək və sağa sola fərqi yoxdur. Hansısa bir tərəfə çevrilmək, bu da bəyənilməyən, məkruh olan əməllərdəndir. Sonra, möhtərəm qardaşlar, dördüncüyə keçmədən öncə bir məsələni də xatırladım ki, əgər ehtiyac olarsa,
insan çevrilə bilər. Məsələn, gözünü çevrilməsi və yaxud özünün çevrilməsi az bir çevrilmədən gedir məsələ. Ola bilər insan uşaqdır, hansısa bir yerdən yıxılmaq istəyir, onu tutmaq və yaxud da ki, şeytan vəsvəsə gətirir, insan sol tərəfə çevrilir, onun şərrindən Allaha sığınır. Necə ki, sünnədə də, hədislərdə də gəlib ki, əgər şeytan vəsvəsə verərsə, bilirik ki, şeytan insana vəsvəsə verir namazda. Xuşusunu yayındırmaq istəyir. O məqamda sol tərəfə çevrilərək Əuzu billahi minəl xinsim. Yəni, xinsim adında şeytan namazda vəsvəsə verir. Onun şərrindən Allaha sığınaraq sol tərəfə çevrilib Allaha sığınırsan. Bu icazəlidir. Bu az bir çevrilməkdir ehtiyac babından. Ancaq insan qiblədən tam çevrilərsə artıq onun namazı batil olur. Yəni çox çevrilərsə namaz batil olur. Deyək ki, qiblə belədir, insan üzünü tam şəkildə çevirir, artıq burada namazına xələl gəlir. Namazı batil olur daha doğrusu. Az çevrilmək isə bəyənilmir, ehtiyac olarsa o zaman çevrilə bilər. Necə ki, alimlər xatırladılar burada, kitabda. Sonra dördüncüsü, təğmiyəzul əynəyni fis-salah. Namazda gözləri yummaq. Bir çox namaz qılanlarda bu hal baş verir. Namaz əsnasında gözləri yummaq da məkruh olan əməllərdəndir. لِأَنَّ ذَٰلِكَ يُشْبِهُ فِعْلُ الْمَجُوسِ. Bu deyir, məcusilərə oxşamaqdır. عِنْدَ عِبَادَتِهِمِ النِّيرَانِ. Onlar oda ibadət edərkən gözlərini yumarlar. وَقِيلَ يُشْبِهُ فِعْلُ الْيَهُودِ اَيْضًا. Yahudilərin də feilinə bənzətməkdir. وَقَدْ نُهِينَ عَنِ التَّشَبُّهُ بِالْكُفَّارِ. Və bizə də qadağan olunub ki, kafirlərə bənzəməmək. Allah Resulü sallallahu aleyhi və səlləm nəhiy edib bizlərə. Ona görə namaz qılarkən gözləri açıq olmalıdır. Zərurət halı yaranmadıqca. Ola bilər insan hansısa bir şəkil, hansısa bir məqam onun xuşusunu yayındırır, bir anlıq gözlərini yuma bilər. Hansısa bir səbəb olarsa. Ancaq ümumi olaraq namazda gözləri yummaq bəyənilməyən bir hal sayılır. Və necə ki, xatırladı ki, məcusilərə və yəhudilərə oxşamaqdır. Onlar ibadətlərində gözlərini yumarlar. Sonra beşincisi, iftiraşu zira'ayni fis-sucud. Bir çox müsəlmanların etdiyi xətalardan birisi də dirsəkləri səcdə edərkən yerə qoymaq. Bu da qadağan olunub. Liqavlihi sallallahu aleyhi və səlləm. Allah Resulü sallallahu aleyhi və səlləmin buyurur ki, İ'tədilu fis-sucudi və la yabsud ahadukum zira'ayhi inbisatal kelb. Sizdən biriniz namaz qılarkən, yəni itin uzandığı kimi yerə uzanmasın deyə hədisdə, Buxaridə gəlir hədis, nəhy edir Allah Resulü sallallahu aleyhi və səlləm. Və namaz qılan hər bir müsəlman, mümin əllərini yerə qoyarkən dirsəklərini qaldırmalıdır ki, Allah Resulü sallallahu aleyhi və səlləmin nəhyinə düşməsin. Və altıncısı, möhtərəm qardaşı, kəthratul əbəthi fis-salah. Namazda çox hərəkət etmək, bu da bəyənilməyən hallardandır. Hansı ki, insanın qəlbini yayındırır. Çünki namaz əzəmətli ibadətdir, möhtərəm qardaşlar. Orada nəyisə düşünmək, fikirləşmək, xuşunu aparan hər bir hal qadağandır, məkruhdur. Ondan çəkinməliyik. Və yedincisi, ət-təxassur. Ət-təxassur nədir, möhtərəm qardaşlar? Li-hadifi Əbi Hurayra radiyallahu anhu. Əbi Hurayra radiyallahu anhu buyurur ki, Nuhiyə ən yusalliyər-raculu muxtasiran. Nəhy olunub ki, kişi muxtasir formasında namaz qılsın. Muxtasir
bu şəkildə dayanmaq. Yəni, əlləri böyrünə qoyaraq namazda dayanmaq. Bu da nəhy olunan hallardandır. Ayşə radiyallahu anhə buyurur ki, bunun kərahə səbəblərini bi'ənnəl yəhudə təfəaluhu. Çünki deyir, Yahudilər bunu edərdilər. Hədis Buxaridə gəlib. Ona görə bu əməldən də çəkinməliyik. Sonra 8-incisi Əs-sədlu və təqdiyyətul fəm fis-salah. Namaz qılarkən çiyinə nəsə atmaq. Yəni, qolları keçirmədən nəyisə çiyinə atıb namaz qılmaq, bu da qadağan olunub. Əbu Hurayrə radiyallahu anhu buyurur ki, Ənəhə Rasulullah sallallahu aleyhi və səlləm anis-sədli fis-salah. Allah Resulü sallallahu aleyhi və səlləm namazda sədli qadağan edib. Sədil, çiyinə nəyisə atmaq, əlləri keçirmədən və bəzi hallarda da o gedib yerə çatır. Uzun olur, yerə çatır, isbəl kimi olur yəni. Topuqdan aşağı düşür və beləliklə də bu formada namaz qılmaq da qadağandır. Və sonra təqdiyyətül fəm, namaz qılarkən ağzı bağlamaq. Bəzən görürsən, insanlar ağzını bağlayırlar namaz qılarkən. Bu da qadağan olunub. Bu əməllərə də diqqət etməliyik. Çünki namazımıza xələl gəlməsin, namazımızın savabı azalmasın. Mühüm məsələlərdir. Çox insanlar hətta onu bilmirlər. İllərdir namaz qılırlar, bu məsələləri yəni qarşılarına gəlməyib. Ona görə diqqətli olmalıyıq. 9-uncusu Musabəqatul imam. Bu da mühüm nöqtələr, məqamlardandır. İmamı namazda keçmək. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, Əmə yaxşə əhədukum izə rəfəə rəsəhu qabləl imami ən yec'aləllahu rəsəhu rəsəl himari əv yec'alə surətəhu surətə himarin. Hədis Buxaridə və Müslimdə gəlib. Sizdən biriniz qorxmurmu ki, kim imamdan qabağa başını qaldırarsa, onun Allah subhanehu və teala başını uzun qulağın başı kimi edər və yaxud onun surətini uzun qulağın surəti kimi edər. Ona görə şiddəti nəhi var bu babda ki, bu məsələdə, yəni imamdan önə keçmək olmaz. İmam səslənmədən, Allahu Ekber demədən tərpənmək olmaz. Ola bilər imam bizdən qabaq hərəkət edir, ancaq təkbir ələ gətirməyib. Təkbiri gətirmədikcə biz tərpənə bilmərik. Ona görə bu məsələ də mühüm məsələdir. Çox müsəlmanlar, namaz qılanlar diqqətindən yayındığı bir məsələdir. Sonra 10-uncusu təşbikul əsabi'. Bu da Allah Resulü sallallahu aleyhi və səlləm nəhy etdiyi məsələlərdəndir. Təşbikul əsabi', yəni barmaqları namazda şıqqıldatmaq. Bu Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, Mən təvazza'a linəhyi sallallahu aleyhi və səlləm, Mən təvazza'a və ətəl məs yuridus salah an fi'li zəlik. فكراهية في الصلاة من باب أولى والتشبيك بين الأصابع إدخال بعضها في بعض. Yəni əlləri bir-birinə keçirərək onları şıqqıldatmaq. Ancaq namazdan xaric olarsa, hətta məsciddə olsa belə qadağa deyil, icazəlidir. Namazın içində onları etmək qadağandır. Yəni kərahiyyə var. Edərsə namaz pozulmur, ancaq bəyənilməyən əməldir. 11-incisi, möhtərəm qardaşlar, kəffu şə'ri və thəvu. Bu da mühüm məqamlardandır. Namaz qılarkən libası, yəni paltarın, köynəyin və şalvarın qollarını qatlamaq. Bu da qadağan olunan məsələlərdəndir və məkruh olan namazda məsələlərdəndir. Eyni zamanda kəffu şə'r, saçı, kişilərdən gedir məsələ. Saçı uzundur, belə bağlayır. Nə ilənsə bağlayır saçı, bu da qadağan olunub. Bunu da etmək olmaz. Kəffu şə'ri və thəv. Saçı və eyni zamanda da paltarın qolunu, şalvarın balağını qatlamaq icazəli deyil. 12-incisi, möhtərəm qardaşlar, As-salatu bi huzurit ta'am. Yemək gətirilib süfrəyə və sən də yemək yeməlisən və namazın da vaxtıdır. O zaman yeməyi
tərk edib namaz qılmaq da düzgün deyil. Nəyə görə? Çünki insanın fikrini yayındırır. Namaz qılarkən yemək, isti yemək gəlib və sən də ona ehtiyacın var və o məqamda namaza başlayırsan. Və bütün fikrin o yeməkdə qalır. Ona görə də dinimiz gözəldir və istəyir ki, etdiyimiz əməllər, möhtərəm qardaşlar, faydalı olsun, xuşu ilə olsun. Qıldığımız namaz olsun. Özümüz namazda, fikrimiz yeməkdə olmasın. Ona görə də Allah Resulü sallallahu aleyhi və sələm buyurur ki, La salate bihadratid ta'am. Yemək gəldi, namaz yoxdur artıq. Və huve yudafi'uhul əxbəfən. Sonra eyni hədisdə də buyurulur ki, əgər insanın deyək ki, dəstəmaza ehtiyacı var, ayaq yoluna ehtiyacı var, böyük, kiçik fərqi yoxdur, sıxılır. Sıxılaraq namaza durması da nəhy olunub. Çalışmalıdır ki, ehtiyacını ödəsin, dəstəmazını alsın, təharətini etsin, ondan sonra rahat bir şəkildə namaza dursun. Bəzən insanlar görürsən ki, həmən deyir ki, namazımı qılım, sonra qaçım ehtiyacımı ödəyim. Sanki namaz onun üzərində bir yükdür, möhtərəm qardaşlar. Sanki o yükü yerinə gətirim, onu rahatlayayım, ondan sonra gedim, təharətimə gedim, yeməyimi yiyim, yox. Ehtiyacımızı, zəruri ehtiyaclarımızı ödəməliyik, yeməyimizi yeməliyik, ondan sonra deyək ki, insan sıxıla-sıxıla namazı qıla bilməz. Bütün fikri, zikri namazda orada qalacaq. Təharətdə qalacaq. Rahatdan, təharətini al, ondan sonra gözəl bir şəkildə beynin, zehnin, xuşun yerində namazını qıl. Bizə əmr olunan budur. Burada bəzi məsələlər var, möhtərəm qardaşlar. Ola bilər yemək, deyək ki, qaynardı və yaxud yemək bişir ələ qazanda və hazırlanır yemək və yaxud sən oruçsan, bu hallar istisnadır. Məsələn, həddindən artıq yemək qaynardı, yeyə bilmir. Namaz qılan əsnada o soyumaq kimi belə bir hal gözləyirsə, vaxt çəkəcək, o məqamda qıla bilər. Və yaxud insan çox aclığı yoxdur, ehtiyacı yoxdur yeməyə, ancaq yemək hazırdır, ancaq ehtiyacı yoxdur. Yəni, fikrini yayındırmayacaq. Ona görə də əsas burada məqam odur ki, namazda fikri yayınmasın. İnsan da acdır, aclığı var, ehtiyacı var, yemək də gəlib və namaza durur. Bu hal qadağan olunur. 13-cüsü, və bu da sonuncusudur, raf'ul basari iləs-səma. Namazda gözləri yuxarı qaldırmaq, yuxarı baxmaq. Allah Resulü sallallahu aleyhi və sələm buyurur ki, لَيَنْتَهِيَنَّ أَقْوَامٌ يَرْفَعُونَ أَبْصَارَهُمْ إِلَى السَّمَاءِ فِي الصَّلَاةِ أَوْ لِيَخْطَفَنَّ أَبْصَارَهُمْ. O buyurur ki, nəhy edib ki, sizdən biriniz gözlərini yuxarı baxmağı qurtaracaq və yaxud da ki, onu ildırım vuracaq. Yəni, hətta bu şəkildə xəbərdarlıq edir ki, yəni namazda gözləri göyə baxaraq namaz qılmayın. Səcdə yerinə baxmaq bizlərə əmin olunur. Və möhtərəm qardaşlar, bununla kifayətlənək həqiqətən gözəl məqamlardır. Hansı ki, namazımızın mütəkamil olması üçün, namazımızın gözəl olması üçün bu qadağan olunan, hansı ki, nəhy olunan əməlləri namazımızdan çıxartmalıyıq ki, namazımız daha da gözəl olsun. Bunları oxuduqca gördüm ki, bunların demək olar ki, bir çoxunu müsəlmanlar, namaz qılanlar edirlər. Ona görə də bu mühüm məsələlərdir. Bunları dinləmək və fayda kimi hər zaman özümüz onu faydalanıb ətrafımıza da bunu çatdırmalıyıq ki, insanlar namaza xələl gətirməsinlər. Allah hər birimizi eşidib faydalanlardan etsin. Allah subhanehu və teala bizləri eşidib əməl etməyə müvəffəq etsin. Sallallahu və səlləmə alə nəbiyyina və habibina Muhammed.